Uşaqlar, bugün 51-ci sualın izahına baxaq. İlk öncə şərtlə tanış olaq. Deyir, birinci elektrik sayəsində müsbət Q yükü A nöqtəsi, deməli, A nöqtəsindən 1, 2, 3 nöqtələrinə göstərilən trajektoriya boyunca yerini dəyişdikdə elektrostatik sayəsinin gördüyü işlər arasında hansı münasibət doğrudur? Gəlir ki, ilk öncə biz elektrik sayəsinin intensivliyin istiqamətini göstərək. Biz bildik ki, elektrik sayəsinin intensivlik xətləri müsbət yükdən başlayır və mənfi yükę doğru hərəkət alır. İndi biz bilməliyik ki, burada sadəcə görülən iş A nəyə bərabərdir? A bərabərdir Q, Y, D-yə. Bunu bilirik ki, elektrostatik sayədə görülən işin düsturu budur. İndi gəlin burada biz D-ləri təyin edək. Burada D hansı D-yə baxırıq, onu da nəzərə yetirək. Buradakı D intensivlik xətlərinə paralel istiqamətdə yerləşdirilmiş deməli məsafədir. Məsələn, A nöqtəsindən cisim bu istiqamətdə hərəkətə gəldikdə görünür ki, o perpendikulyar, yəni intensivlik xəttinə perpendikulyar yönəlir. Bax, 90 dərəcədə adada bucağı var. Deməli, bu nöqtədə görülən iş nədir? Görülən iş sıfıra bərabərdir. Çünki əgər bucaq 90 dərəcəyə bərabər olursa, görülən iş sıfır qiymətini alır. Sonra baxıram digər tərəfə. Yəni, digər tərəfdə bir nöqtəsində. Bir nöqtəsinin burada gördüyü iş sıfır oldu. Lakin buradan sonra gördüyü işə baxsaq, görərik ki, 2D, yəni intensivlik xətlərinə paralel istiqamətdə 2D məsafə yer dəyişmə qət edir. Onda bir nöqtəsində görülən iş bərabər olur Q, Y vurulsun 2D-yə. Yəni 2Q, Y, D-yə. 2 nöqtəsinə baxsam, 2 nöqtəsində yenə məsafə qət etdiyi yer dəyişmə intensivlik istiqamətində, yəni intensivliyə paralel olaraq yönəlmişdir. Yenə də orada qət etdiyi məsafə 2D-yə bərabərdir. Yəni Q, Y vurulsun 2D bərabərdir 2Q, Y, D-yə. Digər tərəfdən 3-ə baxsaq, 3-də isə iş fərqlidir. Biraz uşaqlar bunu qarışdırırlar. Burada deyirlər ki, 3D məsələn çox məsafə qət edib. Bəli, qət etdiyi məsafə çox genişdir. Amma burada müəyyən bir bucaq var. Mənə bucaq olan tərəf lazım deyil. Mənə intensivlik xətlərinə paralel istiqamətdə qət etdiyi məsafə lazımdır. Hansı ki, biri bunu deməli proyeksiya ayırsaq, bu istiqamətə düşəcək bunun yer dəyişməsinin biri. Və bunun da qət etdiyi məsafə nəyə bərabər olmuş olacaq? 2D-yə bərabər olmuş olacaq. O zaman 3-cü hissədə də görülən iş bərabər olacaq. Q, Y vurulsun 2D, yəni 2Q, Y, D olmuş olacaq. Şərtdən də göründüyü kimi, hər bir halda, istər birinci olsun, istər ikinci və yaxud üçüncü, görülən işin qiymətləri qiymətcə bir-birinə bərabər olur. Ona uyğun cavab variantı C variantıdır.